Və komandalar artıq meydançanın kənarında düzülüblər. Birazdan oyun başlayacaq. Komandalar meydançaya dəvət ediləcəklər. Heyətləri də oyun başlayan kimi sizin nəzərinə çatdıracağım. Rabitə sarı formadan, Azərbaycan isə göy qırmızı geyində bugün çıxış edirlər. Və Azərbaycan Respublikasının dövlət himni səslənir. Voleybol üzere kadınlar arasında Azerbaycan Şampiyonası'nın Süper Liga yarışlarının play-off oyununda görüşürler. Azerbaycan Rabite devlet himni seslenir. Beləliklə, ölkə himni səsləndi. Komandalar bir-birində dəvət ediləcəklər, hələlik görüşürlər bir-birləri ilə, heyətlərlə sizi tanış edim. Azərbaycan bugün nominal olaraq ev sahibidir və Azərbaycan komandasının heyəti 3 Anastasiya Qurbanova, 4 Gwendolyn Ruker, 5 Yelena Parxomenko, 6 Ayşən Əbdürəzimova, 7 Laura Kisibova, 8 Ülker Kərimova, 9 Yuneska Robles, 10 Duşanka Kaliç, komandanın kapitanıdır, Serbiyalı voleybolçu, 11 Katerina Jitkova, 12 Şəfaqət Həbibova, 15 Aynur Kərimova və 16 Aksana Kisilyova. O, komandanın liberosudur, baş məşqçi Aleksandr Çirvikov, məşqçilər Ruslan Matorin və Emin Əqulov, həkimi Sualə Kəzmova, fizioterapist Lada Maksimova. Rabitə komandasının heyəti 5 Natasha Kritsmanoviç, 6 Tita Dixon, 7 Kayla Banvart, 8 Aura Cruz, 9 Brenda Castillo, 10 Gina Mancuso, 11 Whitney Cooper, 13 Nutsara Tomkom, 15 Sanya Starovic, komandanın kapitanı 17 Katerina Skavronska, 18 Dora Horvat və komandanın liberosu Brenda Castillo. Baş məşqçi Eldar Yusuf, məşqçi köməkçisi Kamilsız, həkim Ziya Rəcəbov, fizioterapist Varqa Simatoviç. Görüşün hakimləri, birinci hakim Eldar Əliyev, ikinci referi Zaur Hacıyev, Azərbaycan Voleybol Federasiyası nümayəndəsi Çingiz Səmədov görüşdə komissarlıq edəcək. Sol tərəfdə birinci setdə Azərbaycan, sağ tərəfdə isə Rabitə voleybolçuları yer alacaqlar. Beləliklə artıq icazə verildi, oyuna başlamaq olar. Servisi kim yerinə yetirəcək, indi müəyyənləşdirilir. Nutsara Tomkom yerinə yetirməlidir servisi. Ötən oyunda çox yadınızda ikinci setdə ardıcıl Tomkomun servisləri zamanı Azərbaycan komandası xal qazana bilmirdi. Çox böyük üstünlük oldu, səhv edirəmsə 13 xal ardıcıl. Beləliklə artıq işarə verilir və oyun başladı. Nutsara Tomkom servisi yerinə yetirdi. Kitsipovanın ötürməsi və ilk xalı məhz
Azərbaycan voleybolçuları qazanırlar. 1-0 öndədirlər. Servis yerinə yetirildi. Blok top kənardadır. Rabitənin ilk halı. Xorvat qazanır bu ilk halı komandasına qazandırır. Və servisdə özü yerinə yetirəcək. Smaç servis toplara dəydi, bir qədər istiqamətin dəyişdi. Kisipova ötürməkdir. Aşırma zərbə Skabronska ilə bir-birlərini başa düşmədilər, lakin Skabronska bu vəziyyətdən yaxşı çıxdı. 2-1. Xorvat daha bir servis yerinə yetirməlidirsə təkrarında epizodunu izləyirsiniz, həmin epizodu. Qəbul bu dəfə normaldır. Lakin arxa xəttə yenə də Rabitə voleybolçuları yaxşı oynayırlar. Top meydançadan çıxır və 3-cü xalı qazanır. Rabitə 3-1 oldu hesab. Bu dəfə deyəsən birinci setdən elə yaxşı oynamaq fikrindədir Rabitə. Ötən oyunda müqayisədə Xorvat daha bir servisi yerinə yetirdi. Castillo yaxşı oynayır. Top kənardadır. Heç kimə dəyməyib və Azərbaycan fərqi azaldı. 3-2. Qəbul elə də yaxşı deyil. Cruz top oyundadır. Xorvat topun yerə düşməsinə imkan vermir. Cruz və Rabitə Azərbaycan hesabı bərabərləşdirir. 3-2 oldu hesab. Yenə də səhv və Rabitə Azərbaycan artıq öndədir. 4-3. Qəbulda yenə də səhv. Xorvat yenə də yaxşı oynamır. Castillo. Top kənardadır. 4-4 olur hesab. Kırsmanoviç servisi yerinə yetirdi. Top deyəsən çıxırdı. Heç qəbul etməyə ehtiyac da yox idi. Top meydançadadır. Tora dəydi. Meydançada yerə düşür. İstiqamətini dəyişir. Bloku da çaşdırır. Və 5-ci xalı Rabitə Azərbaycan qazanır. 5-4. Meydançada top. Dixon əla oynayır. 5-5. Rabitənin hücumu. Cruz topu rəqib zonaya göndərdi. Heç kimə dəyməyib top. Bəli, hakim də dedi ki, heç kimə dəyməyib. Top kənardadır. Önə keçir Rabitə voleybolçulara. 6-5. Skabronska servisi yerinə yetirdi. Tomkum əla oynayır blokda. Rəqibin zərbəsinin qarşısını aldı və Titri Dixon 7-ci xalı qazandırır komandasına. Növbəti servis yenə də Skabronska yerinə yetirəcək. Yenə də smaç servis, qəbul əla idi. Və topu tora vurur. Bu epizodda 11 nömrəli voleybolçu Katerina Zhitkova
8-5 texniki fasilə. Texniki time-out geridə qalır. Skavronska servisi yerinə yetirəcək. Yenə də çox güman ki, maç servis olacaq. Top toradaydı, istiqamətini dəyişdi. Ancaq bu elə də mane olmur qəbulda. Və Azərbaycan hesab arasındakı fərqi azaltdı. 8-6. Tomkom, Skavronska, Krus daha bir xal qazanır komandası üçün 9-6. Aura Krus ən sabit voleybolçularından biridir. Qeyd edim ki, rabitə komandasından müəyyən səviyyədən heç bir aşağı düşmür bu voleybolçu. Və səviyyəsi də qeyd edim ki, yaxşıdır voleybolçu kimi. Servisi yerinə yetirdi. Krus topu oyunda saxlaya bilmədi. Duşanka Karic də yaxşı qəbul etmişdi. 9-7 oldu hesab. Kənarda top heç kimə dəymədi. 10-17. Dixon servisi yerinə yetirdi. Blok yaxşı oynayır, forvat idi blokda. Bu yana aşağı Rulki yoxdur. Top kənardadır. 11-ci xal rabitə voleybolçuları qazanırlar. 11-7. Time-out götürür Aleksandr Çervikov. Çervikov'un ilk time-out'ladı. Birinci setdə görürlər. 4 xal komandası geridədir. Dixon servisi yerinə yetirəcək. Duşanka Karic qəbul etdi. Anastasiya Qurbanova, lakin top elə onu özünə dəyir. Baxmayaraq ki, çıxırdı. 12-7. Dəyişir hakim qərarını və xalı Azərri ilə verir. 11-8. Qəbul yenə də yaxşı deyil və daha bir xal. 11-9.
Yox. 12-8'də hesab. Əslində, əgər qərarını dəyişibsə, 11-9 olmalıdır. 9-12. Hesab belədir. Elan edildi. Ancaq məncə 11-10 olmalıdır. Yox. 9-11. Həli 9-11. Nəhayət ki, dəqiq hesabı bizə dedilər. Cruz qəbul edə bilmir. 10-11. da hal-hazırda hesab, ancaq mənə elə gəlir ki, səhv var. 12-11 olmalıdır. Artıq hakimlər də rəsmən bunu qeyd etdilər, 12-10'dur. Jitkova top bloka dəyər, kənara gedir, 12-11. Fərq minimuma indi. Kastilya qəbul edir. Tomkom. Eskine dəymir. 13-11. Smash servis. Qəbul yaxşıdır. Kastilya oynadı bu epizodda. Skavronska və növbəti xalı rabitənin 14-11. On ikinci xal Azərbaycan voleybolçularının 14-12. Servis yerinə yetirildi. Castillo yenə də yaxşı qəbul edir. Cruz top meydançadadır. Yavaş zərbə indirdi. Blokun yanından. Çünki çox geridə idi. Çox arxaya ötürmüşdü Tomkom onun üçün ötürməni. Topu. Bax, ən yaxşı qərarı da elə burada o qəbul edir. Bu cür topu meydançanın qorunmayan yerinə küncə göndərir birinci zonaya. Qasmanoviç servisi yerinə yetirdi. Top kənardadır. Duşanka Karic. Çox yaxşı burada qərar qəbul etdi vaxtında. 15-13. Servis yerinə yetirilir. Azərbaycan voleybolçular indi fərqi azalda bilərlər və belə də oldu. 15-14. Top kənardadır. 16-14 texniki fasilə.
Texnik fasilə geridə qalır. Skavronska servisi yerinə yetirəcək. Smaç servis. Jytkova yaxşı qəbul edir. Duşanka Karic top hələ ki oyundadır. Yenə də Duşanka Karic və Castillo ilə orada Horvat bir-birlərinə mane oldular. 17. 16-15 daha doğrusu. Horvat top bloka dəyir. Kənarda yerə düşür. 17-15. Kruz yerinə yetirəcək servisi. Karic qəbul edir. Kitsipon ötürməsi Anastasiya Qurbanova. Top heç blokada dəyməmişdi. Tomkom. Kruz. Bu dəfə alladıcı zərbə alınmadı. Və Azərbaycan fərqi yenidən minimuma endirir. İmkan vermir çox uzaqlaşsın rabitə. 17-16. Castillo, Horvat. Top meydançada yerə düşdü. Yəni, hakim də bildirir ki, top meydançada yerə düşür. Və hesab bərabərdir. 17-17. Tomkom. Skavronska. Blok yaxşı oynayır. Top meydançada yerə düşdü. 18-ci xala qazanır. Azəri önə keçir görüşdə, birinci setdə. Kruz qəbul edir, Tomkom. Horvat blok və top kənarda. Hesab bərabərdir, 18-18. Azəri yerinə önə keçdi. 19-cu xal. Hələlik rabitə setin sonlarına yaxın bir qədər yanıltıcı təsir bağışlamağa başlayıb. Top meydançadadır. Bloka da dəymişdi. Rabitə voleybolçuları hesabı bərabərləşdirirlər. 19-19. Gərgin bir mübarizənin şahidi oluruq birinci setdə. Tomkom yerinə yetirəcək servisi. Və daha bir xal yenidən Azərbaycan önə keçir. 20-19. Nə qədər çalışdı ki, Kruz topa çatsın, ancaq özünü çatdıra bilmədi topa. Castillo, Tomkom. Skavronska top oyundadır. Qüvvətli zərbə indirmədi. Skavronska blok əl oynayır. Kruz yenə də çatmadı topa. 21-19. İndi yəni ki, time-out olacaq. Yox, hələ ki yoxdur. Azərbaycan öndədir. Time-out getirir. Nəhayət ki, rabitə. Biraz arxanlaşan kimi Azərbaycan dərhal cəzalandırır rabitə voleybolçularını.
Servis yerinə yetiriləcək. Və topu oyuna Duşanka K. Yekaterina Jitkova daxil etdi. David hücum olmalıdır. Birinci hücumun bir nəticəsi olmalı. Skavronska yenə də blok yaxşı oynayır. Tomkom. Və top meydançada yerə düşür. Rabitə fərqi azaltdı. 21-20. Yenə də Azərbaycan voleybolçular xal qazanırlar, imkan vermirlər hesabın bərabərləşməsinə. 22-20 oldu hesab. Top kənardadır, heç kimə dəyməyib. 22-21. Kənardadır, heç kimə də dəyməyib. Hakim də bunu göstərir, hesab bərabərləşir. Duşanka Kariç yaxşı oynamadı bu epizodda. Komandanın kapitanı. Və hesab bərabərdir. 22-22. Çirvikov götürür time-out'u. 106.3. Time-out'un ikisindən də istifadə elədi. Azərbaycan Kırsmanoviç top oyuna daxil edəcək. Qəbul yaxşıdır. Top meydançadadır və 23-cü xalı qazanır Azərbaycan. Castillo yenidən oyuna dönür. Servis yerinə yetirildi. Tomkom. Top kənardadır, heç kimə də dəyməyib. 24-22 oldu hesab. Anastasiya Qurbanova servis yerinə yetirdi. Castillo, Tomkom. Top kənardadır. Hakimin qərarı yox, deyib. Bildirir ki, deyib. 24-23. Skavronska servisi yerinə yetirəcək. Smaç servis olmalıdır. Yox, risk etmir və adi epizodda səhv. Kariç və Jitkova bir-birlərinə mane olurlar. 24-24 hesab bərabərləşdi. Dəyişiklik Sanya Staroviç oyuna daxil olur. Nutsara Tomkomun əvəzinə bloku gücləndirmək fikrindədir. Rabitə məşqçiləri bu dəfə bəlkə də risk edib smaç servis yox, yenə də etmədi. Blok əla oynadı, ilk hücumun qarşısını alır. Kariç topu bloka vurur. Komandanın kapitanı həll edici anlarda bir neçə dəfə səhvə yol verir. Ülker Kərimov oyuna daxil olur Jitkovanın əvəzinə. Qəbul yenə də yaxşı idi. Castillo 26-cı xalı qazanmaq olar. 50-ci xalı. Top hələ ki oyundadır. Kitipova, Anastasiya Qurbanova və Skavronska. Bəlkə də top kənara gedirdi. Ancaq bunu müəyyənləşdirmək də asan deyildi. Oyun zamanı 25-25. Sanya Staroviç çıxdı. Tomkom oyuna daxil olur.
Karic servisi yerinə yetirdi Castillo. Hesab yenidən Rabitənin xeyrinədir. 26-25. Cruz servisi yerinə yetirdi. Top oyuna daxil etdi. Qəbul yaxşı deyil. Karic. Həll edici xalı qazanmaq olar. Ancaq hələ ki bu mümkün olmadı. Anastasia Qurbanova. Skavronska yaxşı oynayır. Top yenə də oyundadır. Və 27-ci xal. Həll edici xal. Xorvat qazandırır komandasına. Beləliklə 27-25 hesabı ilə birinci setdə Rabitə voleybolçuları qələbə qazanırlar. Başa çatır, Azər el voleybolçuları ikinci setdə ilk servisi yerinə yetirəcəklər. Kitipova topu oyuna daxil edəcək. Rabitə Azər elin heyətində. İlk xal Rabitənin olur. İkinci setdə Kisipovanın servisi yaxşı deyildi. Topu tora vurur. 1-0. Blok yaxşı oynadı. Lakin buna baxmayaraq top elə öz meydançalarında yerə düşür. Hesab bərabərdir 1-1. Jitkova servisi yerinə yetirəcək bu dəfə. Cruz qəbul etdi.
Skavronska. Top meydan sonra yerə düşdü. 2-1 Rabitə yenidən öndədir. Smaç servis Xorvat tərəfindən. Blok. Yenə də zərbənin qarşısını alırıq. Yenə də top kənarda yerə düşür. 2-2 hesab bərabərləşdi. Servis yerinə yetirilir və Rabitə voleybolçuları 3-cü xalı qazanırlar. 3-2. Yenidən öndədilər. Anastasiya Qurbanova. Xorvat əla oynayır. Krsmanoviç. Kitsikova səhvə yol verdi. Ötürmə yaxşı deyil və 4-cü xal. 4-2. Boş zonaya çıxarmışdı Kitsikova. Kariçi, ancaq Kariç yenə də bu fürsətdən istifadə edir. Kapitan çox zəif oynayır. Duşanka Kariç 5-2, Kruz 5-ci xalı qazandırdı. Kitsikova yaxşı allatmışdı bloku. Tamamilə boş zonaya çıxarmışdı. Və Kariç yaxşı yerinə yetirə bilmədi zərbəni. Aura Kruz növbəti xal və daha bir xal. Fərq artır 6-2. Azərbaycan komandasında 10 nömrə Duşanka Kariç. Krsmanoviç servisi yerinə yetirəcək. UNESCO Rodoşdur. 6-2 Rabitə Rəydədir. Qəbul yenə də yaxşı deyil, 7-ci xal. Batista səhvə yol verdi qəbulda. UNESCO Robles Batista 7-2. Krsmanoviç növbət servis. Yenə də qəbulda səhv. Kruz, Tomkom. Kruz, blok yaxşı oynayır. Titre Dixon, Nutsara Tomkom, Skavronska. Batista topun yerə düşməsinə imkan vermədi. Batista və bu dəfə də arxa xəttə Krsmanoviç ələ oynayır. Skavronska. Qüvvətli zərbə və 8-ci xal. Texniki timeout 8-2. İkinci setdə 2-2 fasilə başa çatır. 8-2 böyük üstünlüyü var Rabitə voleybolçularının ikinci setdə. Və indi servisi Krsmanoviç yerinə yetirəcək. Anastasiya Qurbanova qəbul etdi. Kitsikova, Batista və nəhayət ki Azərbaycan voleybolçuları xal qazanırlar bir fasilədən sonra 8-3. Xorvat qəbul etdi. Daha bir xal qazanmaq olar.
Eğer normal əlbəttə ki, hücum təşkil etmək mümkün olarsa və Batista zərbəsi, Batista yox, daha doğrusu bu Gwendolyn Rucker idi. Onun zərbəsindən sonra top bloka dəyir. Castillo da xilas edə bilmir topu. 8-4. Cruz top kənardadır. Azərel daha bir xal qazanır. 8-5. Anastasiya Qurbanova daha bir servis yerinə yetirməlidir. Və Castillo ilə Xorvat bir-birlərinə mane oldular. 8-6, ardıcıl 4-cü xal. Cruz bu dəfə də yaxşı qəbul edir, ancaq top oyundadır. Castillo, Tomkom. Heç kim çatmadı topa, lakin Xorvat özünü çatdırdı. 8-7. Batista fərqi minimuma indirir. Ardıcıl 5-ci xal Azərel voleybolçularının. Time out. Anastasiya Qurbanova servisi yerinə yetirəcək. 8-7-də hesab. Xorvat qəbul etdi. Tomkom top bu dəfə meydançadadır. 9-7. Bir daha təkanı izləyir. Titer Dixon. Skavronska. Daha bir xal. 17. Rabitə voleybolçuları qazanırlar. Yenə də smaç servis. Bu dəfə artıq Batista qüvvətli zərbə indirdi. 18. Fərq yenidən 2 topa inir. Batista özü yerinə yetirəcək servisi. Xorvat qəbul etdi. Tomkom Dixon'u çıxarır zərbə mövqeyinə və Dixon da bundan faydalanır. 11-8. Qəbul yaxşı deyil. Castillo əl oynadı. Top meydançadadır. 12-8. Rabitənin növbəti xalı. Azərel time-out getirir.
Fasilə geridə qalır. Kruz servisi yerinə yetirəcək. 12-8-də hesab. Qəbul yaxşı deyil. Top yerə düşür və rabitə 13-cü xalı qazanır. 13-8. Azarel zonasına düşdü yerə. Dəyişiklik edilir. Cooper, Ruker daha doğrusu meydançanı tərk etdi. Gwendolyn Ruker. Əla oynayır bu epizodda Azərbaycan voleybolçuları. Yaxşı hücum qurdular. Rıtkova zərbə indirdi. 9-cu xal 13-9. Top kənardadır. 14-9. Dixon servisi yerinə yetirdi. Rıtkova qəbul edir. Dixon əla oynayır. Skavronska və topu tora vurur. Skavronska rəqib zonaya vura bilmədi. On 4-10 oldu hesab. Daha bir xal qazanır Azərbaycan voleybolçuları. 14-11. Fərq 3'e indi. Bu dəfə isə fürsətdən istifadə etmək mümkün olmur və nəticədə fərq yenidən 4'dür. 15-11. Bir dəfə yaxınlaşmışdı. Minimuma indirmişdi fərqi. Azərbaycan voleybolçuları bu setdə 8-7 olanda, ancaq ondan sonra hələ ki biz bunu görməmişik. Rabitə məsafəni qoruyub saxlayır. 16-cı xal texniki fasilə. Yaşa egitler, dövüşe giden de güler egitler. Onlardan sıyrılıp gelen egitler, beterinde bilen egitler. Onlardan sıyrılıp ölen egitler. Bu elde güzeller severler verdi. Her ocak başında her oğul erdi. Vətən üçün can vermək bunda hünerdi. Hərəsi bir uca mərdi gitlər. İkinci texnik timeout geridə qalır. Tomkom servisi yerinə yetirəcək. 16-11 hesab. Batista qəbul etdi. Kitsipova, Rıtkova blokdan top meydançada yerə düşür. 16-12. Rıtkova yerinə yetirəcək servisi. Kruz qəbul edir. Tomkom. Növbəti hücum imkanı. Tomkom. Skavronska. Top kənardadır və xal Azərbaycan'dır. 16-13. Rıtkova servisi yerinə yetirdi. Topu tora vurur. 17-13.
Xorvatın servisi. Castillo sol əli ilə, bir əli ilə əla saxladı top oyunda. Batista bu dəfə də Castillo əla oynayır. Və top kənardadır blokdan. Castillo'nun əlbəttə ki, bax bu xal zamanı oyununu alqışlamaq lazımdır. 2 dəfə əla aldı zərbələrin qarşısını. Brenda Castillo. Bu artıq hücumun sonu idi. 17-14. Xorvat. Tomkon. Cruz. Top kənara gedir. 18-14. Krsmanovic yerinə yetirəcək servisi birinci servisidir. Bundan əvvəlki setdə çox böyük təhlükə idi onun servisləri. Cruz əla oynadı. Boş zonaya top dəydi. Top meydançaya dəyir, döşəməyə dəyir və 19-14. Krsmanovic'in daha bir servisini izləyəcəyik. Bu dəfə də Batista yaxşı qəbul etmir. Ona görə də rahat hücum qurmaq olar Krsmanovic. Skavronska blok yaxşı oynadı, zərbənin qarşısını alır. Batista və bu dəfə Peter Dixon Skavronska bloku 20-ci xalı qazandırır rabitəyə. 20-14. Daha bir timeout Çirvikov götürür. Fasilə başa çatır. Krsmanovic'in 3-cü servisi. Top kənardadır. 20-15. Azaril daha bir xal qazana bilər. Batista blok ilk həmlənin qarşısını aldı. Jutkova top kənardadır və xal rabitəndi. Heç kimə dəyindi. 21-15. Skavronska smaç servis. Blok zərbənin qarşısını ala bilmədi. Tomkomla Peter Dixon idi. Tomkomun ümumiyyətlə boyu bəstədir, alacadır çox. Ona görə də blok da yaxşı oynanır. Bu dəfə də çatdırmadı. Mövqeyi də düzgün deyildi. Peter Dixon daha doğrusu sıxmışdı demək var. John kənara və Dixon daha bir xal qazanır. 22-16. Duşanka Karic meydançadadır. Batistanın əvəzinə. Cruz topu oyuna daxil etdi. Bir-birlərini çaşdırırlar burada. Castillo ilə Xorvat ikinci dəfədir ki, artıq biz bunu görüşdə izləyirik. Xorvatla Castillo bir-birlərinə mani olurlar. 22-17.
Castillo. Top meydançada yerə düşür. 23-17. Top blokdan kənarda yerə düşdü və Azərbaycan növbəti xalını qazanır. 23-18 təslim olmaq fikrində deyil. Ancaq ikinci setdə yəni kərdən gedib artıq fərq böyüdü. Jitkova out Tomkondan 23-19. Castillo topun yerə düşməsinə imkan vermir. Azərbaycan indi daha bir xal qazana bilər və belə də olur. 23-20. Time out. Ay qız sənə mailəm, boynumda həmailəm. Ay qız sənə mailəm, boynumda həmailəm. Göz payı şirin olar, hər nə desən mənim. Peşin gözün, şirin sözün, aldırın canım. Peşin gözün, şirin sözün, aldırın canım. Mən sənə qurban, mən sənə heyran, mən sənə qurban, mən sənə heyran. Time-out geridə qaldı və rabitə daha bir xal qazanır time-outdan sonra 24-20. Anastasiya Qurbanova, Tomkom, Xorvat, Castillo, Skavronska, Xorvat, yenidən Tomkom, Xorvat, top hələ ki oyundadır, tərk etməyib. Anastasiya Qurbanova zərbəsində qarşısını aldılar, daha bir hücum olacaq. Jitkova, Cruz, Tomkom, Xorvat və 24-21. Dəyişiklik edilir Azərbaycan heyətində. Jitkova meydançadan çıxır, Şəfaqət Həbibova meydançaya daxil olur. Servisi də yerinə yetirəcək. 24-21 ikinci setdə hesab belədir. Cruz, Tomkom, Xorvat və qüvvətli zərbə top meydançadadır. 25-ci xal. İkinci setdə başa çatır 25-21. 2-0 oldu hesab. Komandalar meydançada yerlər dəyişirlər.
Fasilə geridə qaldı. Nutsara Tomkom servisi yerinə yetəcək 3-cü setdə. (27-25) və 25-21 setlərdə hesab belədir. 2-0 Rabitənin üstünlüyü var. Jıtkova Duşan Karic qəbul etdi. Anastasiya Qurbanova top kənardadır və ilk xalı Rabitə qazanır. 1-0 Tomkom daha bir servis yerinə yetirməlidir. Qəbul yaxşı deyil. 2-0 oldu hesab. Anastasiya Qurbanova blok, Kruz çatdırmır özünü topa və 2-1. Kruz, Tomkom, Xorvat bloku yarıb keçdi top. 3-1. Castillo. Azəreli voleybolçular xal qazanırlar 3-2. Servis yerinə yetirildi. Xorvat qəbul edir. Tomkom, Kruz. Top oyundadır. Anastasiya Qurbanova blokdan top kənarda yerə düşür və 3-3 oldu hesab. Castillo bu dəfə yaxşı qəbul etmədi topu. Kruz və top kənardadır. 4-3. Rabitə önə keçir. Kırsmanoviç yerinə yetirdi servisi. Yenə də çətinlik çəkirlər. Onun zərbəsi zamanı qəbulda. Tomkom topu oyunda saxlayır. Blok və top meydançada yerə düşdü. 4-4. Tomkom, Kruz, əla hücum, Tomkomun ötürməsi əla idi və 5-4 Rabitə önə keçir. Skavronska servisi yerinə yetirəcək. Smash servis, top kənara getdi. Azərbaycan hesabı bərabərləşdirir. 5-5. Top toradaydı, istiqamətini dəyişdi. Kruz top oyunda qalır. Jıtkova yaxşı oynadı. İndi özü də zərbə indirə bilər. Lakin Castillo üçün rahat bir topu idi bu. Titer Dixon və blok əla oynadı. 6-5. Önə keçir. Azərel. Servis yerinə yetirildi. Qəbul edir. Yaxşı deyil. Kruz, Skavronska. Top kənardadır. Xeyr, dəymişdi. Toxunuş var idi. Və baş hakim də bunu göstərir. 6-6 oldu hesab.
Rabitə yenə hesabda önə keçə bilər. Ancaq yaxşı çıxış etmirlər bu epizodda. Topu tora vurdu Kruz. Və xal Azərreylindir. 7-6. Blok yenə də yaxşı oynadı. Kruz əla oynayır, ancaq yenə də top kənara getdi. 8-6. Azərel fərqi artırır. Fasilə geride qaldı. Servis yerinə yetirilir. Yelena Parxomenko topu oyuna daxil edəcək. Kruz qəbul etdi. Tomkom. Dixon top meydançada yerə düşür. 8-7. Fərq 1-ə indi yenə də. Kruz da çatmadı topa. Kənarda xeyli yerə düşür. 9-cu xala qazanır. Azərreyli voleybolçuları. Top kənardadır. Heç kimə dəyməyib. 9-8. Fərqi yenə Miyon'la indi. Qəbul belə də yaxşı deyil və hakim xalı yenə də Rabitəyə verir. 9-9. Tomkom servisi yerinə yetirdi. Kitsipova, Anastasiya Qurbanova, Kruz topun yerə düşməsinə imkan vermədi. Forvat, blok yaxşı oynayır, top meydançada yerə düşdü və daha bir xal qazanır Azərreyli. On 9. Kastilya qəbul etdi Tomkom. Forvat əla oynayır. Tomkom yaxşı çıxarmışdı onun zərbə mövqeyinə. 10-10. Hesab yeniden beraberdi. Pozisyon Castillo yine de el oynadı. Evet, daha bir xal. Azərreyli voleybolçuları. 11. xal. 11-10. Azərreyli öndədir. Top kənarda yerə düşür. 11-11 hesab bərabərləşdi. İkinci xalı qazanır Azərreyli.
12-11. Skavronska. Parxomenko topu rəqib zonaya göndərir. Tomkon, Skavronska və yenə də blok ayalı oynayır. Növbəti hücum olacaq. Və bu dəfə artıq qarşısını almaq mümkün olmadı. 12-12 hesab bərabərləşdi. Smaç servis yerinə yetirilir. Evet, daha bir xal qazanır rabitə voleybolçuları. 13-12 önə keçdilər. Time out. Azərel götürür time out'u. Time-out başa çatır. Skavronska servisi yerinə yetirəcək. Smaç servis. Qurbanova, Castillo. Dixon və daha bir xal 14-12. Top kənardadır. 14-13. Yox, meydançada yerə düşür. 15-12. Fərq artdı. Daha bir smaç servis. Jitkova, Castillo, Cruz. Top oyunda qalır. Xorvat növbəti hücum təşkil etməlidir. Azərbaycan voleybolçuları bu dəfə də Duşanka Karic və artıq xalı bu dəfə Azərbaycan voleybolçuları qazandılar 15-13. Servis yerinə yetirildi və 16-cı xal. 16-13. Texniki fasilə. Texnik fasilə geridə qaldı. Aura Cruz servisi yerinə yetirəcək. 3 xallıq üstünlüyü var rabitənin. 2-0 önündədir setlərdə. Cruz topu oyuna daxil etdi. Duşanka Karic qəbul edir. Kitsipova, Jitkova. Növbəti hücum yenə də Kitsipova. Yenə də Jitkova. Blok yaxşı oynayır. Tomkon, Cruz. Top hələ ki oyundadır.
Anastasiya Qurbanova və Skavronskadan top kənara gedir. 16-14. Servis yerinə yetirildi. Kruz qəbul edir. Tomkom, Skavronska. Daha bir hücum. Yenə də Tomkom topladı. Xorvat və top xeyli kənara hərəkət edir. Ekaterina Jitkovadan 17-ci xal. 17-14. Kitsipova. Top kənardadır və xalda Azərrel voleybolçularında 17-15. Tomkom, Xorvat. Top kənardadır, heç kimə dəyməyib və daha bir xal qazanır Azərrel 17-16. Tomkom, Skavronska, top dəydi. Həm blokda dayananlara dəydi, həm də arxada Duşanka Kariçə dəydi. 18-16. Tomkom servisi yerinə yetirəcək. Anastasiya Qurbanova. Evet, toxunuş var idi burada. 18-17. Kruz qəbul etdi. Blok ilk hücumun qarşısını alır. Castillo, Xorvat. Və bu dəfə də əla oynayır Azərrel voleybolçuları. Anastasiya Qurbanova topu dəfə kənarda da heç kimə dəyməyib və rabitə 2 xallıq fərqi yenə bərpa etdi. 19-17. Castillo. Tomkom daha bir xal qazanma olar. Kruz və top blokdan kənardadır. 20-17 oldu hesab. Xorvat servisi yerinə yetirəcək. Smaç servis. Top oyundadır. Skavronska, Tomkom, Kruz və 21-ci xal. Arxa xəttə dayanan voleybolçular əyəlik. Yaxşı sığortalaya bilmirlər bloku. İkinci dəfədir ki, biz bunun şahidi oluruq. Bu dəfə də Oksana Kisilyova, libero, topu oyunda saxlaya bilmədi. 21-17. Xorvat servisi yerinə yetirəcək. Yenə də smaç servis. Kisilyova bu dəfə normal qəbul etdi. Blok Skavronska bir nəfərdən ibarət blok. Duşanka Kariçin zərbəsinin qarşısını alır. 22-17. 3 xal ayrır rabitənin finaldan.
Smash servis qəbul yerdə yaxşı deyil. Castillo, Tomkom, Skavronska, Batista, blok, Tomkom, top meydançadan kənarda yerə düşdü. 22-18. Halbuki daha bir xal qazanmaq olardı. Bir daha təkrarını izləyirik. Banvart oyuna daxil olur. Ayşən Əbdüləzimova servisi yerinə yetirdi. Castillo top meydançada da elə qəbul edərkən xal qazanır. 23-18. Qəbul yaxşı deyildi, ancaq təsadüfən xal qazanıldı. Gəlib çatmamışdı öz yerinə. Ayşən Əbdüləzimova. Kısmanoviç servisi yerinə yetirdi. Top meydançadadır. 24-18. Kısmanoviçin servisləri həqiqətən də çox böyük təhlükə yaradırdı. Elə birinci setdə də, ikinci setdə də bu dəfədə müşahidə olur. Və indi maç bol, set bol. Yarı finalında bir xalla səttini keçmək olar. Kısmanoviç top kənardadır bu dəfə, yaxşı alınmadı. 24-19. Batista yerinə yetirdi servisi. Kroos, Tomkom. Batista növbəti hücum olmalı. Castillo və top meydançadan. Beləliklə 25-ci xal və 25-19 hesabı ilə rabitə voleybolçuları 3-cü setdə də qələbə qazanırlar. Bu isə o demək ki, yarım finalı artıq səttini keçdilər və finalda Azəryol komandasının rəqibi olacaqlar. Hər iki setdə qələbə və rabitə finala yüksəlir. Biz sizinlə sağollaşırıq. Görüşü Siyavuş Əliyev şəhid. Sağ olun, növbəti görüşlərə qədər. Раздевалку идут.